Yaxınlarıma zəng edib dəxlisiz məlumatlar verirəm. Can, Mama, neyinirsən? ne işler? Yemek yeyirik. Hə, nuş olsun. Mama, Sağ ol. sən bilirsən, deyir ilanların qulaqları olmur. Ne oldu neyse. Bu tutursan benimle. Valla ilanın kulağına ben hiç de söz dememişim ki bilem kulağı olur, onun kulağını aktardım tapam. Ona göre de yalancı olarak. Azıcık sesini yazıp sonra şey deyip dersten Instagram'a koyarsan pazar yok değil mi baba? Sən tanıyırsan məni. Yaxşı söz çıxarmaz yok şey o bəzi-bəzilər kimi. Allah. Hə, neyinirsən? Ben işte bugün işte. Hə, Aynur. Gör nə deyirəm, deyir ki, insan ömrün 6 ayın qırmızı işıqda keçirdir. Onu böyle. İnsanın ömrünün 6 ayı qırmızı işıqda. Deneyin de maşa sürmeye. Maraqlı deyil. Bildim de yani vakta göre değil daha. Hesablarında vakti. Deyir ki, ördəklər bir-birini deyir, adları ilə çağırırlar. O bilirdi. Yani. Sen daha işte başım yedi bilesin. Leyluş, neyinirsən? İştəyəm, heç nə, sən nə edirsən? Mən də heç nə evdəyəm. Qulaq as, gör nə deyirəm. Deyir ki, qurbağalar deyir, təhlükə olanda balasını udurlar. Aha. Hə. Sonra ağarırlar. Təhlükə keçəndən sonra balaların ağızlarından çıxardırlar. Hə, indi nə olsun ki, indi mən nə qayrım indi? Heç nədən bunu eşitdim. Dedim, qoy sənə tez xəbər edeyim də. Dolamsan ha məni bir yerlərinə sən. Yaxşıyam, sən necəsən? Sağ ol, şükür. İşin yox idi? Yoldayam, mən də əslində səni zəng eləyəcəydim. Aha. Amma nə olmuşdu, buyur. Heç nə, demək istəyirdim ki, bayaq eşitdim, deyir ki, Dənizdə bir kişi var. deyir ki, necə? Dənizdə bir kişi batıb deyir, onu deyirsən. Ya nə həmdə də? Yox, bayaq eşitmişəm. Deyir ki, necə? Toyuğun ən uzun uçma sürəsi 13 saniyədir. Hə, Heç nə də elə bu. məzələnsən. Nəsə sual var idi, məntiqli sual. Sən hər şeydə məntiq axtarırsan. Mənəm zəng eləməyən adam zəng eləyib onu desə mən nə axtarmam? Allah kömək olsun, sağ ol.